Belə bir maraqlı suala baxacağıq. Qeyd edim ki, bu sual əlimdə gördüyünüz müəllifi olduğum Azərbaycan dili test toplusu kitabındandır. Baxaq suala. Ca hansı cümlələrdə köməkçi nitq hissəsidir? Birinci cümlədə deyir, İngiliscə danışmağı İngiltərədə öyrənib. Biz bilirik ki, ca üstü 2 dillərə, dil adlarına artırılan zaman zərf düzəldən leksik şəkilçi olur. Yəni, məsələn, Latınca, Ərəbcə, Azərbaycanca, Farsca, yəni dil adlarına qoşulduğu zaman leksik şəkilçi olacaq, zərf düzəldən leksik şəkilçi olacaq. Birinci cümlədə də İngiliscə görürük ki, dil adına qoşulub, deməli, zərf düzəldən leksik şəkilçidir. Yəni, köməkçi nitq hissəsi deyil. Birinci cümlə çıxırıq. İkinci cümlə, qorxduğu üçün yavaşca danışırdı. Burada isə ca ədat kimi işlənib, qüvvətləndirici ədat kimi işlənib, zərfə qoşulub və qüvvətləndirici ədat kimi işlənib. Həmçinin də ca sifətlərə qoşulan zaman da qüvvətləndirici ədat olur və bu zaman artıq sifətin çoxaltma dərəcəsini yaradır. Burada isə yavaş sözü sifət olmadığına görə, hərəkəti izah elədiyi üçün zərf olduğuna görə biz buna çoxaltma dərəcəni yaradan ədat kimi yanaşa bilmərik. Bu cümlədə çoxaltma dərəcəni yaratmayıb, zərfə qoşulan qüvvətləndirici ədatdır sadəcə. Daha sonra, yəni ikini götürürük. Deməli, burada oldu ədat. Ədat. Üçüncü cümlə, sahil boyunca reyd təşkil edilmişdir. Buradakı ca isə birgəlik vasitə alət qoşmasıdır. Yəni, sahil boyu ilə mənasındadır. İlə ilə əvəz edilə bildiyi zaman və yaxud uzunu sözü ilə, boyu sözü ilə də əvəz edilə bildiyi zaman bunu biz, deməli, qoşma kimi götürməliyik. Yəni, üçdə də qoşmadır, deməli, köməkçi nitq hissəsidir. Dördüncü cümlə, Latınca sərbəst danışırdı. Latınca birinci cümlədə də qeyd elədiyimiz kimi dil adlarına qoşulub, deməli, leksik şəkilcidir. Köməkçi nitq hissəsi deyil, dördü çıxıram. Və onlar məsələni səncə bacarmazlar. Burada isə cə qədər qoşmasının sinonimidir. Yəni, sən qədər bacarmazlar. Deməli, burada da qoşmadır və 5-i də götürürük. Bu cümləyə, 5-ci cümləyə bir daha fikir verək. Onlar məsələni səncə bacarmazlar cümləsinin əgər cümlənin hər iki tərəfi, yəni burada səncə sözünün hər iki tərəfindən vergül qoyulsaydı, bu zaman səncə bütövlükdə modal söz olacaqdı. Amma vergüllər olmadığına görə biz artıq buna modal söz deyə bilmərik. Çünki modal sözün hər iki tərəfindən vergül qoyulmalıdır axı cümlənin ortasında gələn zaman. Burada sadəcə olaraq sən əvəzli idi, cə isə qədər qoşmasının sinonimidir. Qoşmadır. Deməli, cavabımız oldu 2, 3, 5 C bəndində.